Dördüncü fəsil. Aristotel. Səbəb və nəticə sistemi. Kainatın məntiqi quruluşu və hərəkətin qaynağı. Antik fəlsəfənin ən sistemli və rasional düşüncə sahiblərindən biri olan Aristotel, reallığı anlamaq üçün fərqli və daha strukturlaşdırılmış yanaşma təqdim etdi. Əgər Sokrat insan düşüncəsini oyatdısa, Platon reallığın görünməyən qatını göstərdisə, Aristotel bu reallığın necə işlədiyini izah etməyə çalışdı. Onun fəlsəfəsinin mərkəzində sadə, lakin fundamental bir prinsip dayanır. Heç bir hadisə səbəbsiz baş vermir. Bu prinsip sonradan yalnız fəlsəfənin deyil, elmin də təməl sütunlarından birinə çevrildi. Aristotel kainatı təsadüfi hadisələrin axını kimi deyil, daxili qanuna uyğunluğa malik, məntiqi şəkildə işləyən sistem kimi düşünürdü. Bu baxımdan onun yanaşması antik dövrün ən mühüm intellektual dönüşlərindən biri hesab oluna bilər. 1. 4 səbəb nəzəriyyəsi. Aristotel kainatda baş verən hər bir hadisəni və mövcud olan hər bir varlığı izah etmək üçün 4 səbəb modelini irəli sürdü. Onun fikrincə, hər hansı bir şeyi başa düşmək üçün yalnız onun nədən ibarət olduğunu bilmək kifayət deyil. Eyni zamanda onun hansı formaya malik olduğunu, hansı qüvvə ilə meydana gəldiyini və hansı məqsədə xidmət etdiyini də anlamaq lazımdır. Bu yanaşmaya görə maddi səbəb bir şeyin nədən ibarət olduğunu göstərir. Formal səbəb onun hansı quruluşa və mahiyyətə malik olduğunu izah edir. Hərəkət verici səbəb onu yaradan və ya dəyişdirən qüvvəni ifadə edir. Məqsəd səbəbi isə həmin varlığın niyə mövcud olduğunu, hansı istiqamətə yönəldiyini açıqlayır. Aristotelin bu modeli ilk dəfə olaraq kainatı parçalanmış hadisələr məcmusu kimi deyil, strukturlaşdırılmış və məntiqi sistem kimi təqdim etdi. Bu baxımdan səbəbiyyət anlayışı yalnız mexaniki təsir deyil, varlığın bütöv izah forması idi. 2. Hərəkət və ilk səbəb problemi. Aristotelin qarşısında duran əsas fəlsəfi suallardan biri hərəkətin mənbəyi idi. Əgər hər bir hərəkətin bir səbəbi varsa, o zaman bu səbəblər zənciri harda başlayır? Səbəblərin sonsuz şəkildə geri getməsi məntiqi çətinlik yaradırdı. Bu səbəbdən Aristotel belə nəticəyə gəldi ki, bütün dəyişmələrin və hərəkətlərin arxasında dəyişməyən ilkin prinsip mövcud olmalıdır. Bu prinsip sonradan ilk hərəkət verici kimi tanındı. Aristotelə görə bu ilkin səbəb maddi deyildi, dəyişmirdi, lakin bütöv sistemi hərəkətdə saxlayırdı. Bu yanaşma fəlsəfə tarixində ilk dəfə olaraq kainatın arxasında duran vahid prinsipin rasional əsaslandırılması idi. Burada mühüm olan məqam Aristotelin bu səbəbi sadəcə dini təsəvvür kimi deyil, məntiqi zərurət kimi təqdim etməsidir. Onun üçün ilk səbəb inanc məsələsi deyil, sistemin işləməsini izah etmək üçün labüd fəlsəfi nəticə idi. 3. Qanuna uyğunluq və determinizm. Aristotelin yanaşması açıq şəkildə göstərirdi ki, kainat nizamsız və xaotik deyil, hadisələr təsadüfi şəkildə baş vermir. Hər bir dəyişmə və hər bir proses müəyyən səbəblərə, daxili prinsiplərə və qanunlara əsaslanır. Bu fikir müasir elmin əsas istiqamətlərindən birinə çevrildi. Fizika hadisələri səbəb-nəticə əlaqələri ilə izah edir. Biologiya həyat proseslərini qanuna uyğun inkişaf modeli kimi təhlil edir. Psixologiya insan davranışlarını motivasiya və daxili səbəblərlə əlaqələndirir. Bu baxımdan Aristotel düşüncəsi yalnız fəlsəfi tarixdə qalmalı olan nəzəriyyə deyil, o, müasir elmi düşüncənin formalaşmasına təsir edən əsas metodoloji başlanğıclardan biridir. 4. İnsan və səbəbiyyət əlaqəsi. Aristotel səbəbiyyət prinsipini yalnız kosmosa və təbiətə aid etmirdi. O, insan davranışlarını da eyni qanun uyğunluq çərçivəsində anlamağa çalışırdı. Onun fikrincə, insanın qərarları və davranışları təsadüfi deyil. Onlar müəyyən səbəblərdən doğur və çox vaxt müəyyən məqsədə yönəlir. Bu yanaşma insanı mexaniki varlıq kimi deyil, məqsəd yönlü sistem kimi izah edir. İnsan yalnız reaksiya verən canlı deyil, o, mənaya yönələn, səbəb axtaran və məqsəd müəyyən edən varlıqdır. Bu fikir sonradan etik fəlsəfənin, psixologiyanın və davranış elmlərinin əsas istiqamətlərindən birinə çevrildi. Müasir psixologiya da göstərir ki, insan davranışları daxili motivlər, xarici təsirlər və məqsəd hissi ilə formalaşır. 5. Müasir elmlə paralel. Aristotelin bir çox fikirləri müasir dövrdə fərqli terminlərlə inkişaf etdirilmişdir. Fizika səbəb-nəticə əlaqələrini riyazi qanunlarla ifadə edir.
Biologiya canlı sistemlərin funksional quruluşunu və məqsədyönlü uyğunlaşmalarını araşdırır. Psixologiya isə davranışın arxasında duran motivasiya və şuur mexanizmlərini izah etməyə çalışır. Bu fərqli sahələrin hamısında ortaq prinsip qalır. Heç nə səbəbsiz baş vermir. Bu cümlə sadə görünsə də, onun fəlsəfi dərinliyi çox böyükdür. Çünki bu prinsip kainatı başıpozuq proses kimi deyil, daxili nizamı olan sistem kimi təqdim edir. 6. Viyim ilə fəlsəfi tamamlanma. Bu nöqtədə viyim konsepsiyası Aristotelin başladığı məntiqi çərçivəni daha geniş və daha dərin formada tamamlayır. Aristotel səbəb-nəticə əlaqəsini əsasən fəlsəfi və məntiqi səviyyədə izah edirdi. Viyem isə bu əlaqənin yalnız maddi müstəvidə deyil, enerji və informasiya müstəvisində də işlədiyini irəli sürür. Viyemə görə bütün hadisələr vahid enerji və informasiya sistemi daxilində baş verir. Səbəb-nəticə zənciri bu sistemin daxili mexanizmidir. Bu baxımdan səbəbiyyət yalnız fiziki proses deyil, o daha geniş strukturun təzahürüdür. Aristotel ilk səbəbi metafizik prinsip kimi qəbul edirdi. Viyem isə bu prinsipi vahid informasiya və enerji məkanı çərçivəsində izah edir. Beləliklə, Aristotelin məntiqi başlanğıcı müasir elmi və fəlsəfi dillə tamamlanmış olur. 7. Dini paralellər. Bu yanaşma dini mətinlərlə də müəyyən paralellər təşkil edir. Müxtəlif dini ənənələrdə kainatın nizamla yaradıldığı, müəyyən ölçü və qanunlara əsaslandığı, səbəbsiz heç nəyin baş vermədiyi vurğulanır. Bu fikirlər metaforik dillə ifadə olunsa da, onların mahiyyəti səbəbiyyət prinsipinə əsaslanır. Din burada hadisələrin mexanizmini riyazi dillə izah etmir. O, eyni qanuna uyğunluğu simvolik və mənəvi dillə təqdim edir. Bu baxımdan din, fəlsəfə və elm bir-birinə zid istiqamətlər deyil. Onlar eyni həqiqətin fərqli ifadə formalarıdır. 8. Müəllifin fəlsəfi nəticəsi. Bu mərhələdə əsas nəticə aydınlaşır. Aristotel kainatın necə işlədiyini izah etməyə çalışdı. Elm bu mexanizmi ölçülə bilən sistemə çevirdi. Din isə bu nizamı simvolik dillə ifadə etdi. Viyem isə bu üç yanaşmanı vahid modeldə birləşdirir. Bu yanaşma göstərir ki, səbəbiyyət yalnız fiziki proses deyil, o daha geniş sistemin təzahürüdür. Kainat təsadüfü deyil, hər şey sistem daxilində baş verir. İnsan da bu sistemdən kənarda deyil. Bu baxış determinizmi qəbul etsə də, insanın şuurlu iştirakını da nəzərə alır. Yəni, insan yalnız nəticələri yaşayan passiv varlıq deyil, o seçimi, dərk etməsi və davranışı ilə sistem daxilində aktiv iştirak edir. Nəticə. Aristotelin səbəb və nəticə modeli insan düşüncəsində mühüm mərhələ təşkil edir. O, kainatı anlamaq üçün ilk sistemli məntiqi çərçivəni təqdim etdi. Müasir elm bu modeli inkişaf etdirdi. Din isə bu nizamı mənəvi və simvolik dillə ifadə etdi. Viyim konsepsiyası isə bu yanaşmaları birləşdirərək belə nəticəyə gəlir. Kainat vahid qanuna uyğunluqla işləyən, səbəb və nəticə əlaqələri ilə qurulmuş bütöv sistemdir. Bu isə artıq yalnız fəlsəfi fikir deyil. Bu, elm, fəlsəfə və dini vahid mənbədə birləşdirən yeni düşüncə modelidir. 5-ci fəsil. Fəlsəfədən dinə keçid. Həqiqətin kütlə üçün dəyişən dili. İnsan düşüncəsinin tarixi yalnız ideyaların yaranma tarixi deyil. Bu tarix eyni zamanda həmin ideyaların necə ifadə olunduğunun tarixidir. Eyni həqiqət müxtəlif dövrlərdə fərqli dillərlə izah edilmişdir. Bu fərqin səbəbi həqiqətin dəyişməsi deyil, onu anlamağa çalışan insanın dəyişməsidir. Antik filosoflar həqiqəti məntiq, dialoq və abstrakt düşüncə vasitəsilə izah etməyə çalışırdılar. Lakin bu yanaşma yalnız məhdud bir təbəqə üçün əlçatan idi. Düşünən, araşdıran və intellektual hazırlığı olan insanlar bu dili dərk edə bilirdilər. Geniş kütlə üçün isə bu ifadə forması mürəkkəb və çətin olaraq qalırdı. Bu nöqtədə insan düşüncəsində mühüm dönüş baş verir. Həqiqət dəyişmir, lakin onun ifadə forması dəyişir. 1. Həqiqətin sadələşdirilmə zərurəti. Cəmiyyətlərin böyük hissəsi abstrakt fəlsəfi düşüncəni qavramaq imkanına malik deyildi. İnsanların əksəriyyəti həyatı məntiqi analizdən daha çox emosional və sosial çərçivədə dərk edirdi. Bu reallıq yeni bir ehtiyac yaratdı. Həqiqət daha sadə, daha təsirli və daha yadda qalan formada təqdim edilməli idi.
Beləliklə, fəlsəfi ideyalar zamanla simvollara, qanunlara, hekayələrə və rituallara çevrildi. Bu proses yalnız müəyyən dinlərin yaranması ilə bağlı deyildi. İnsan cəmiyyətinin ilkin formalaşma mərhələlərindən etibarən inanclar, miflər və simvolik sistemlər mövcud olmuşdur. Dini düşüncə bu təcrübənin daha sistemli formaya salınmış mərhələsi idi. 2. Peyğəmbərlərin rolu, tərcümə edən şuur. Bu mərhələdə tarix səhnəsinə peyğəmbərlər çıxır. Onlar yeni həqiqət yaratmırdılar. Onlar mövcud olan həqiqəti daha anlaşılan və təsirli formaya çevirərək insanlara çatdırırdılar. Peyğəmbərlər insan psixologiyasını dərindən anlayan, cəmiyyətin strukturunu və davranış qanunlarını hiss edən fərdlər idi. Onların məqsədi insanlara abstrakt fəlsəfəni öyrətmək deyil, onları düzgün və nizamlı həyata yönəltmək idi. Bu səbəbdən istifadə etdikləri dil fərqli idi. Fəlsəfə məntiq və düşüncə dili ilə danışırdısa, din simvolik və emosional dil vasitəsilə təsir edirdi. 3. Simvol və metafora, gizli dil. Dini mətnlərdə istifadə olunan dil təsadüfi deyil. Bu dil çox qatlıdır və müxtəlif səviyyələrdə başa düşülə bilir. Zaman keçdikcə eyni mətin yeni mənalar aça bilir. Mələklər, şeytan, cənnət və cəhənnəm, nur və qaranlıq kimi anlayışlar yalnız zahiri mənada qəbul edilə bilməz. Onlar eyni zamanda psixoloji, sosial və kosmik proseslərin simvolik ifadələri kimi dərk edilə bilər. Bu baxımdan din yalnız inanclar toplusu deyil, o kodlaşdırılmış və çoxqatlı informasiya sistemidir. 4. Qanun və nizamın formalaşması. Fəlsəfi ideyaların dini sistemə çevrilməsi yalnız düşüncə səviyyəsində baş vermədi. Bu proses cəmiyyət daxilində konkret qaydaların və davranış modellərinin formalaşmasına səbəb oldu. Din insan davranışlarını tənzimləyən mexanizmlər yaratdı, cəmiyyət daxilində nizam formalaşdırdı və fərdi ilə kollektiv arasında məsuliyyət əlaqəsi qurdu. Bu baxımdan dini sistemlər yalnız metafizik təsəvvürlər deyil,